Sumqayıt bu gün təkcə sənaye və mədəniyyət şəhəri kimi deyil, həm də təmizliyi və səliqə səhmanı ilə ölkənin ən nümunəvi şəhərlərindən biri kimi tanınır. Bu uğurun arxasında isə illərin zəhməti, ardıcıl iş prinsipi və fədakarlığı ilə seçilən Sumqayıt Təmizlik Departamenti dayanır. Şəhərin hər səhəri bu insanların səssiz, lakin dərin mənalı əməyi ilə başlayır. Gün doğmadan süpürgə səsləri, su maşınlarının hərəkəti, küçələrin parlayan səki daşları, bütün bunlar Təmizlik Departamenti əməkdaşlarının məsuliyyətinin və işinə olan sevginin təcəssümüdür. Son illər Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Təmizlik Departamentinin texniki bazası xeyli gücləndirilib. Departamentin balansına 37 ədəd müasir texnika əlavə olunub. Bunlara 10 ədəd xüsusi təyinatlı zibil daşıyan maşın, 6 ədəd su maşını, 3 ədəd səbətli qaldırıcı, 2 ədəd süpürgə, 2 ədəd duz səpən, 2 ədəd traktor, 2 ədəd mini traktor, 3 ədəd özü boşaldan, 1 ədəd kran, 1 ədəd greyder, 2 ədəd bakalador, 1 ədəd köməkçi maşın və 1 ədəd kara daxildir. Bu texnikalar vasitəsilə şəhərin bütün küçə və prospektləri gündəlik əsasda yuyulur, tullantılar vaxtında daşınır, səkilər cilalanmış kimi parlayır. Sumqayıt Təmizlik Departamenti bu gün artıq yalnız bir idarə deyil, şəhərin ritmini tənzimləyən, onun nəfəsini təmizləyən bir sistemə çevrilib. Departamentin ən böyük uğuru isə əməkdaşlarının işə yanaşmasında özünü göstərir. Onlar təkcə tapşırılan əraziləri deyil, bəzən xidmət zonasından kənar məhəllələri, həyətləri də könüllü şəkildə təmizləyirlər. Bu sadəcə iş deyil, bu şəhərə olan sevginin, məsuliyyətin və mənəvi bağlılığın göstəricisidir. Sumqayıt Təmizlik Departamentinin rəhbərliyi təmizliyin yalnız texniki proses deyil, həm də mədəniyyət göstəricisi olduğunu dəfələrlə vurğulayıb. Bu səbəbdən əməkdaşlar arasında maarifləndirici görüşlər keçirilir, xidmət keyfiyyəti davamlı şəkildə artırılır. Hər bir ərazi üzrə məsul şəxslər təyin olunub və departamentin nəzarət sistemi vasitəsilə küçələrin vəziyyəti gündəlik izlənir. Bu fədakar əməyin nəticəsidir ki, 2024-cü ildə Sumqayıt şəhəri Naxçıvanla birlikdə Azərbaycanın ən təmiz şəhəri adına layiq görülüb. Bu mükafat sadəcə bir rəsmi qiymət deyil, Təmizlik Departamentinin illərlə göstərdiyi səylərin, yüzlərlə əməkdaşın alın tərinin təntənəsidir. Bugün Sumqayıt küçələrinə baxanda parlaq səkilər, abad parklar, təmiz dəniz sahili və səliqəli məhəllələr görürük. Hər daşda, hər ağac kölgəsində, hər asfalt parçasında Təmizlik Departamentinin izi var. Şəhər sakinləri də bu əməkdaşlara dərin hörmət və minnətdarlıqla yanaşır. Çünki onlar bilirlər ki, səhər evdən çıxanda təmiz küçədə addımlamaq, axşam parlayan şəhərə qayıtmaq bu insanların səssiz fədakarlığı sayəsində mümkündür. Sumqayıt Təmizlik Departamenti bir daha sübut etdi ki, şəhərin gözəlliyi yalnız binalarla və parklarla deyil, əməyi ilə şəhərə dəyər qatan insanlarla ölçülür. Onlar Sumqayıtı sadəcə təmiz saxlamır, onu daha yaşanılacaq, daha doğma bir şəhərə çevirirlər. Elvin Qudratov, Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.